Təbii ki. Sanki sən bilirdin ki, arının zəhəri ilanın zəhərindən 30 dəfə güclüdür. Onu bilirdim, bəli. Yəni, əgər ilan, arının zəhəri biraz miqdarı çox olsa, adamı həmən öldürər. Bilirəm. Hə, doktor? Yəni, Amma çox nələrə xeyirdir? Arı zəhəri başda saç çıxardır, bəy onu demədik. Saç çıxardır möcüzəvi şəkildə. Saçdan dırnağa qədər elə bir nöqtə yoxdur. Arıçılar Bütün nöqtələrə həsəng olmurlar. Arıçılar dünyanın ən uzun ömrlü adamlarıdır. Arıçılar grip olmurlar, virusa yoluxmurlar. Bəli, düzdür. Və o adamların həyat tarixinə baxanda görürsən ki, ən sağlam adamlar olardı və Allahın verib dayın arıçı olub genetik sahada keçib oradan, ana xətti südündən narahat olma. Yəni, ondan başqa da miqren xəstəliyinin dediyimiz müalicəsində, zob xəstəliyinin müalicəsində, oynaq xəstəliyinin xüsusilə, bu gün oynaq xəstəlikləri çox böyük bir faiz təşkil edir Samir bəy. Orada istər sinirin bərpasında, o yığıntıların əridilməsində, duzun əridilməsində, qadınlar gəlir bu oyunun arxasında nə böylüdə, kündə kimi, qurut kimi, orada qalq, qoymur boyunu döndürmə. O nədir? Deyirlər duzdur, amma duz deyil, hə? Yox, duzdur. Onu əridə biləcək yeganə vasitə arı zəhəri. Arı zəhəri onu əridir. Sonra məhətdə qalırlar ki, nə cür? Gəncədən bir xəstəmiz gəlmişdi. Ciddən də dedi, doktor, bu nətər oldu? Nə deyirəm, mənim qoçaqlığım deyil. Arı zəhərinin hesabınadır onun sağ getməsi, düzəlməsi. Oynaqlarda olan ağrılarda da onun kimi, dediyimiz kimi, sinir əzəli ağrılarında, ondan sonra gəlirlər, doktor, qıc oluram. Yatanda yata bilmirəm, ayağım qıc olur, tez qışqırıram ki, mənə masaj edin. Onun arı zəhəri həmin onu da bərpa edir. Əldə, ayaqda, uyuşma, keyləşmə. Uyuşma, keyləşmə, sağ ol. Görürsən, deyirəm. Bəli, çox yaxşı effekt var. Adamlar var, deyir, doktor, əlim birdən gecə yaxdım, baxıram, görürəm ki, uyuşub, qalmışam belə, onu arı zəhəri tam bərpa edir. Çünki parez keçirib, paraliz keçirib, insult keçirib, qaldıramır buradan yuxarı, onu arı zəhəri qaldırır. Deməli, Seyfəddin doktor təsəvvür edin ki, o insult keçirən xəstələr var, onları sırf arı ilə müalicə eləyir, normal əli, ayağı hərəkətə gəlir.